Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Bərdə igidləridir. Çavuş Rzayev Ceyhun İsmailoğlu 16-9 ay 1994-cü ildə Bərdə şəhərində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Cəbrayıl və Şuşanın azad edilməsində iştirak etmiş, Şuşa istiqamətində şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Çavuş Rzayev Ceyhun İsmailoğlu ölümündən sonra Vətən uğrunda Cəbrayılın azad olunmasına görə, Şuşanın azad olunmasına görə və şücaətə görə medalları ilə təltif edilmişdir. Çavuş Hüseynov Emin Zakiroğlu 22-11-ci ay 1992-ci ildə Bərdə rayon Mollacələr kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsinə iştirak etmiş və elə oradaca şəhidlik zirvəsinə ucalmışdı. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə Çavuş Hüseynov Emin Zakiroğlu ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edilmişdir. Leytenant Əlizadə Pərvin Vüqaroğlu 11-9-cu ay 1993-cü ildə Bərdə rayon 1-ci Qazaxlar kəndində anadan olub. 2020-ci ilin sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak etmiş, Ağdərə istiqamətindəki döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdı. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə Leytenant Əlizadə Pərvin Vüqaroğlu ölümündən sonra Vətən uğrunda Suqovuşanın azad olunmasına görə və cəsur döyüşçü medalları ilə təltif edilmişdir. Çavuş Əliyev Orxan Məhəmmədoğlu 19-9-cu ay 1989-cu ildə Bərdə rayon Molla Əhmədli kəndində anadan olub. 2020-ci ilin sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak etmiş və elə oradaca şəhidlik zirvəsinə ucalmışdı. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə Çavuş Əliyev Orxan Məhəmmədoğlu ölümündən sonra igidliyə görə, Laçının azad olunmasına görə, Suqovuşanın azad olunmasına görə və Vətən uğrunda medalları ilə təltif edilmişdir. Çavuş Qurbanov Rəcəb Elşənoğlu 1 yanvar 2001-ci il tarixində Bərdə rayon Kələndərli kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Cəbrayılın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə Çavuş Qurbanov Rəcəb Elşənoğlu ölümündən sonra Vətən uğrunda cəsur döyüşçü, Füzulinin azad olunmasına görə, Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif edilmişdir. Əsgər Ədilov Seyid Həsənoğlu 5-11-ci ay 1994-cü il tarixində Bərdə rayonunun Cəyirli kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdı. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə Əsgər Ədilov Seyid Həsənoğlu ölümündən sonra Vətən uğrunda cəsur döyüşçü, Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilmişdir. Baş gizir Süleymanov İlkin Mahiroğlu 26-10-cu ay 1983-cü il tarixində Bərdə rayonunun Kələntərli kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə Baş gizir Süleymanov İlkin Mahiroğlu ölümündən sonra Vətən uğrunda hərbi xidmətlərə görə, Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilmişdir. Çavuş Şükürov Sərvan Sərxanoğlu 26-8-ci ay 1998-ci il tarixində Bərdə rayonunun Kələntərli kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində
düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdı. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə Çavuş Şükürov Sərvan Sərxanoğlu ölümündən sonra Vətən uğrunda və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilmişdir. Əsgər Cəfərov Oruc Vaqifoğlu 13-2 ay 1994-cü il tarixində Bərdə rayonunun Xanərəb kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdı. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə əsgər Cəfərov Oruc Vaqifoğlu ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edilmişdir. Çavuş Cəlalzadə Cəlal Qaryağdıoğlu 17-10 ay 1993-cü il tarixində Bərdə rayonunun Mustafa Ağalı kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdı. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə Çavuş Cəlalzadə Cəlal Qaryağdıoğlu ölümündən sonra Vətən uğrunda və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilmişdir. Əsgər Behbudlu Behbud Rübailoğlu 9-9 ay 2001-ci il tarixində Bərdə rayonunun Mustafa Ağalı kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Kəlbəcərin azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdı. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə əsgər Behbudlu Behbud Rübailoğlu ölümündən sonra Vətən uğrunda hərbi xidmətlərə görə medalları ilə təltif edilmişdir. Əsgər Baxşəliyev Nicat Ziyafətoğlu 16-6 ay 1993-cü il tarixində Bərdə şəhərində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdı. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə əsgər Baxşəliyev Nicat Ziyafətoğlu ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edilmişdi. Çavuş İskəndərov Vüsal Aslanoğlu 19-cu ay 1998-ci ildə Bərdə rayon Neftçi kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan kəndlərində və Ağuçuq adlanan ərazilərdə gedən döyüşlərdə iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdı. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə Çavuş İskəndərov Vüsal Aslanoğlu ölümündən sonra Vətən uğrunda və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilmişdi. Çavuş Zeynalov Turqut Fikrətoğlu 28-ci ay 1996-cı ildə Bərdə şəhərində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdı. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə Çavuş Zeynalov Turqut Fikrətoğlu ölümündən sonra Vətən uğrunda və Laçının azad olunmasına görə medalları ilə təltif edilmişdi. Çavuş Quliyev Mehman Telmanoğlu 29-3 ay 1992-ci il tarixində Bərdə rayonunun Əyricə kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdı. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə Çavuş Quliyev Mehman Telmanoğlu ölümündən sonra Ağdamın azad olunmasına görə və Vətən uğrunda medalları ilə təltif edilmişdir. Çavuş Qəribzadə Fəxri Elmiroğlu
Onu 1-ci ay 1994-cü il tarixində Bərdə rayonunun Güloğullar kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdı. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə Çavuş Qəribzadə Fəxri Elmiroğlu ölümündən sonra cəsur döyüşçü Suqovuşanın azad olunmasına görə Vətən uğrunda medalları ilə təltif edilmişdir. Əsgər Qarayev İlyas Vəlioğlu 20-si 10-cu ay 1998-ci il tarixində Bərdə rayonunun Dəymədağıldı kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Füzulinin azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdı. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə əsgər Qarayev İlyas Vəlioğlu ölümündən sonra Vətən uğrunda döyüşdə fərqlənməyə görə cəsur döyüşçü və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilmişdir. Çavuş Paşayev Ramil Şakiroğlu 28-7-ci ay 1994-cü il tarixində Bərdə rayonunun Ərizə kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdı. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə Çavuş Paşayev Ramil Şakiroğlu ölümündən sonra Suqovuşanın azad olunmasına görə Vətən uğrunda və igidliyə görə medalları ilə təltif edilmişdir. Çavuş Nərimanov İdris Nazimoğlu 17-ci ay 2000-ci il tarixində Bərdə rayonunun Xanağalı kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdı. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Çavuş Nərimanov İdris Nazimoğlu ölümündən sonra Vətən uğrunda Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilmişdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Abuşov Vasif Əlövsətoğlu 16-sı 5-ci ay 1992-ci il tarixində Bərdə rayonunun Lək kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Xocavəndin azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdı. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Abuşov Vasif Əlövsətoğlu ölümündən sonra Vətən uğrunda döyüşdə fərqlənməyə görə və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilmişdir. Çavuş Allahverənov Məhəmməd Zöhrəboğlu 8-9-cu ay 1995-ci il tarixində Bərdə rayonunun Çəmənli kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdı. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə Çavuş Allahverənov Məhəmməd Zöhrəboğlu ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edilmişdir. Əsgər Əhmədov Cavanşir Elxanoğlu 6-sı 5-ci ay 2001-ci il tarixində Bərdə rayonunun Alpoğut kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Laçının azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdı. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə əsgər Əhmədov Cavanşir Elxanoğlu ölümündən sonra Vətən uğrunda hərbi xidmətlərə görə, Cəbrayılın azad olunmasına görə, Qubadlının azad olunmasına görə, Laçının azad olunmasına görə medalları ilə təltif edilmişdir. Çavuş Əlizadə Novfəl Qəmbəroğlu 13-2-ci ay 1992-ci il tarixində Bərdə rayon Saadlı kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdı. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə Çavuş Əlizadə Novfəl Qəmbəroğlu
ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edilmişdir. Çavuş Həsənov Azər Aydınoğlu 6-5-ci ay 1982-ci il tarixində Bərdə rayon 2-ci Qaradəmirçi kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdı. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə Çavuş Həsənov Azər Aydınoğlu ölümündən sonra Vətən uğrunda və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilmişdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Həsənov Təbriz Rəşidoğlu 25-8-ci ay 1994-cü il tarixində Bərdə rayon 2-ci Qaradəmirçi kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdı. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Həsənov Təbriz Rəşidoğlu ölümündən sonra Vətən uğrunda və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilmişdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ümbətov Səfayət Ələddinoğlu 17-2-ci ay 1987-ci il tarixində Bərdə rayon Yenidaşkənd kəndində anadan olub. 2020-ci ilin sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdı. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Ümbətov Səfayət Ələddinoğlu ölümündən sonra Vətən uğrunda və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilmişdir. Əsgər Hümbətzadə Şahmuraz Əyyuboğlu 8-9-cu ay 1998-ci il tarixində Bərdə rayonunun Cəyirli kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdı. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə əsgər Hümbətzadə Şahmuraz Əyyuboğlu ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edilmişdir. Əsgər Hüseynov Adil Namiqoğlu 35-ci ay 1995-ci il tarixində Bərdə rayonunun Körpüsündürən kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdı. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə əsgər Hüseynov Adil Namiqoğlu ölümündən sonra Vətən uğrunda və cəsur döyüşçü medalları ilə təltif edilmişdi. Çavuş Hüseynzadə Elməddin Fərmanoğlu 24-cü ay 1998-ci il tarixində Bərdə rayonunun Divanlı kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdı. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə Çavuş Hüseynzadə Elməddin Fərmanoğlu ölümündən sonra Vətən uğrunda və cəsur döyüşçü medalları ilə təltif edilmişdir. Çavuş İsayev Toğrul Natiqoğlu 25-12-ci ay 1996-cı il tarixində Bərdə şəhərində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Füzulinin azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdı. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə Çavuş İsayev Toğrul Natiqoğlu ölümündən sonra Füzulinin azad olunmasına görə Vətən uğrunda medalları ilə təltif edilmişdi. Əsgər Məhrəmov Əli Kamiloğlu 15-4-cü ay 2001-ci il tarixində Bərdə rayonunun Mirzəlibəyli kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Füzulinin azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdı.
Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə əsgər Məhərrəmov Əli Kamiloğlu ölümündən sonra Füzulinin azad olunmasına görə Vətən uğrunda medalları ilə təltif edilmişdir. Əsgər Məmmədzadə Əli Turanoğlu 15-ci ay 2002-ci il tarixində Bərdə rayonunun Mirzəlbəyli kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Şuşanın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə əsgər Məmmədzadə Əli Turanoğlu ölümündən sonra Vətən uğrunda hərbi xidmətlərə görə medalları ilə təltif edilmişdir. Gizir Mustafayev Əkbər Natiqoğlu 7-ci ay 2000-ci il tarixində Bərdə rayonunun Mirzəxan kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Xocavəndin azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə Gizir Mustafayev Əkbər Natiqoğlu ölümündən sonra Vətən uğrunda döyüşdə fərqlənməyə görə Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilmişdir. Əsgər Nağıyev Baloğlan Müdahətoğlu 29-10-cu ay 1996-cı il tarixində Bərdə rayonunun Güloğlular kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə əsgər Nağıyev Baloğlan Müdahətoğlu ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edilmişdir. Gizir Naibov Devran Faziloğlu 29-11-ci ay 1993-cü il tarixində Bərdə şəhərində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Cəbrayılın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə Gizir Naibov Devran Faziloğlu ölümündən sonra Vətən uğrunda Cəbrayılın azad olunmasına görə, Füzulinin azad olunmasına görə, Kəlbəcərin azad olunmasına görə və hərbi xidmətlərə görə medalları ilə təltif edilmişdir. Tavuş Nağıyev Yusif Bərxudaroğlu 1-ci ay 1996-cı il tarixində Bərdə rayonunun Əricə kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Xocavəndin azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə Çavuş Nağıyev Yusif Bərxudaroğlu ölümündən sonra Vətən uğrunda Kəlbəcərin azad olunmasına görə, igidliyə görə medalları ilə təltif edilmişdir. Çavuş Xıdırov Ərəssun Arifoğlu 18-ci ay 1998-ci ildə Bərdə şəhərində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak edib və elə orada şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə Çavuş Xıdırov Ərəssun Arifoğlu ölümündən sonra Vətən uğrunda cəsur döyüşçü və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilmişdir. Çavuş Ziyadov Fəqan Ziyadoğlu 1-ci ay 1995-ci il tarixində Bərdə rayonunun Mustafaqalı kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə Çavuş Ziyadov Fəqan Ziyadoğlu ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edilmişdir. Əsgər Yusibov Elməddin Mahiroğlu 1-6-cı ay 1997-ci il tarixində Bərdə rayonunun Mirzəlbəyli kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycan Respublikasının prezidentinin müvafiq sərəncamı ilə əsgər Yusubov Elməddin Mahiroğlu ölümündən sonra vətən uğrunda Suqovuşanın azad olunmasına görə və cəsur döyüşçü medalları ilə təltif edilmişdir. Əsgər Yaqubov Yaqub İlhamoğlu 1-6 ay 1997-ci il tarixində Bərdə rayonunun Kələntərli kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının prezidentinin müvafiq sərəncamı ilə əsgər Yaqubov Yaqub İlhamoğlu ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edilmişdir. Polkovnik Leytenant Təhməzov Elzamin Kamaloğlu 26-sı 10-cu ay 1979-cu il tarixində Bərdə rayonunun Şirvanlı kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının prezidentinin müvafiq sərəncamı ilə Polkovnik Leytenant Təhməzov Elzamin Kamaloğlu ölümündən sonra 3-cü dərəcəli rəşadət ordeni Vətən uğrunda və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilmişdir. Gizir Tağzadə Cahid Vahidoğlu 12-si 2-ci ay 1988-ci il tarixində Bərdə rayonunun Mirzəlbəyli kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Cəbrayılın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının prezidentinin müvafiq sərəncamı ilə Gizir Tağzadə Cahid Vahidoğlu ölümündən sonra Kəlbəcərin azad olunmasına görə Vətən uğrunda və qüsursuz xidmətə görə medalları ilə təltif edilmişdir. Əsgər Rəhimli Elcan Ədalətoğlu 26-sı 8-ci ay 1992-ci ildə Bərdə rayonunun Alpoğut kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının prezidentinin müvafiq sərəncamı ilə əsgər Rəhimli Elcan Ədalətoğlu ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edilmişdir. Gizir Əsgərov Asəf İlqaroğlu 19-11-ci ay 1990-cı il tarixində Bərdə rayonunun Mustafalı kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının prezidentinin müvafiq sərəncamı ilə Gizir Əsgərov Asəf İlqaroğlu ölümündən sonra Qarabağ ordeni Vətən uğrunda və igidliyə görə medalları ilə təltif edilmişdir. Əsgər Cəfərli Asim Çingizoğlu 4-9-cu ay 2001-ci il tarixində Bərdə rayon Piyadalar kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Füzuli rayonunda gedən döyüşlərdə iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının prezidentinin müvafiq sərəncamı ilə Cəfərli Asim Çingizoğlu ölümündən sonra Vətən uğrunda Füzulinin azad olunmasına görə döyüşdə fərqlənməyə görə medalları ilə təltif edilmişdir. Əsgər Rəhimli Baxış İlqaroğlu 19-2-ci ay 1996-cı ildə Bərdə şəhərində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının prezidentinin müvafiq sərəncamı ilə əsgər Rəhimli Baxış İlqaroğlu ölümündən sonra Vətən uğrunda Şuşanın azad olunmasına görə və Laçının azad olunmasına görə medalları ilə təltif edilmişdir. Çavuş İsmailzadə Şövqi Raquboğlu 23-2-ci ay 1996-cı ildə Bərdə rayon Bəcirəvan kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Suqovuşan qəsəbəsində gedən döyüşlərdə iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycan Respublikasının prezidentinin müvafiq sərəncamı ilə Çavuş İsmailzadə Şövqi Rəquboğlu ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edilmişdir. Kiçik Gizir Yusifzadə Xudayar Müslümoğlu 15-i 7-ci ay 1998-ci ildə Bərdə şəhərində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Zəngilan rayonunda gedən döyüşlərdə iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının prezidentinin müvafiq sərəncamı ilə Kiçik Gizir Yusifzadə Xudayar Müslümoğlu ölümündən sonra Azərbaycan bayrağı ordeni Vətən uğrunda və Zəngilanın azad olunmasına görə medalları ilə təltif edilmişdir. Əsgər Nadirov Rəşad Nadimoğlu 20-si 9-cu ay 1999-cu ildə Bərdə şəhərində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Füzuli rayonunda gedən döyüşlərdə iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının prezidentinin müvafiq sərəncamı ilə əsgər Nadirov Rəşad Nadimoğlu ölümündən sonra Vətən uğrunda və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilmişdir. Çavuş Mehbaliyev Elşən Təvəkküloğlu 20-si 6-cı ay 1994-cü ildə Bərdə rayon 32-lər kəndində anadan olub. 2020-ci il sentyabr ayının 27-sində düşmənin törətdiyi təxribata qarşı əks hücuma başlanan Vətən müharibəsində Suqovuşanda gedən döyüşlərdə iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının prezidentinin müvafiq sərəncamı ilə Çavuş Mehbaliyev Elşən Təvəkküloğlu ölümündən sonra Vətən uğrunda və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilmişdir. Bugün böyük gurur hissiyle diyebiliriz ki Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Eşq olsun Azərbaycan xalqına, yaşasın Azərbaycan. Video çarx Vətən müharibəsi iştirakçısı Həsənov Mustafa Adiloğlu tərəfindən hazırlanmışdır.